Uşaqlar burada soruşurlar ki, sizin mövqeyiniz nədir bu məsələ barəsində, bu böyük məsələlərə qarşı? Hansı məsələlər? Hakimə qarşı çıxmaq, mitinqlər etmək, inqilablar etmək bu barədə. Bismillah, elhamdülillah, və salatu və selamu alə rasulillah və ba'd. Və söylədiyim kimi, bunlar böyük məsələlərdir. Və böyük məsələləri böyük insanlar həll edir, kiçik insanlar yox. Və elhamdülillah, Şeyx Qamət Süleyman, bizim böyüklərimizdən, elm tələbələri arasında, Əhl-i Sünnə vəl Cəmaatın mənhəc, sələf-i salih olanların mövqeyini bəyan elədi. Və onun bəyan etdiyi mövqey mənim də mövqeyimdir. Bir Əhl-i Sünnə vəl Cəmaatın sələf-i salih mənhəcinə mənsub olanların. O ki, qaldı sələfli iddiasında olan xavaricilər, təkfirçilər, istərsənsə onlara İxvan Müslimin, Əl-Qaidəçilər, Hizb-i Təhrir, İxvanilər, Əs-Sururilər və buna oxşayan cəryanlar gözlənir, Əhl-i Sünnə maskasında gözlədirlər. Onların bizim əlaqəmiz yoxdur. Biz sələf-i salih mənhəcində olanlar, Əhl-i Sünnətin mövqeyi günəş kimi aydındır. Kitablarımızda var. İstərseniz kitablarımızı oxuyun. Şeyx İbn Teymiyənin kitabları var bu məsələdə. Çox gözəl. Əhl-i Sünnətin mövqeyini hakimə qarşı bəyan edib. Və şeyximiz çox gözəl çıxış elədi. Pressaya verdiyi müsahibəsində səhv eləmirəmsə Pressa Sünnə adında Qazaxıstan mətbuatına çıxış elədi. Çox uğurlu çıxışdır. Və şeyxin dediklərini də təsdiq edirəm, dəstəkləyirəm. Və mənə yaraşmaz. Onun çıxışından sonra bir dənə də çıxış eləməyə ehtiyac yoxdur zaten. Elhamdülillah. Mövqeyi aydındır bu məsələdə. Mövqeyi aydındır. Allah Nəbisi sallallahu aleyhi ve sellem neyniyir? Bizə taati əmr edir. Əs-səm'u və ta'a fil məkrehi vəl manşat. Yəni, eşitmək və itaət eləmək sevmədiyin halda da və manşat halında da, yəni fərhan halında da, hər iki halda itaəti bizə vacib edib və dəlillər də şeyxin də getirdiyi dəlillər istərsizsə baxın, İmam Müslimin Səhih Əl-Müslim kitabında Babul İmara, Kitab Əl-İmara, Babı vücubu ta'a aləl-umara fil-mənşəti vəl-məkrah. Həmçinin vücubu ta'atil umara fīmə la yu'sallah babında və buna gələn bir neçə babda gətirib İmam Müslim rahiməhullah. Bizim ən səhih kitablarımızdan biri də bilirsiniz, İmam Buxari, Müslim. Və bizim mənhəcimiz hava əhlindən fərqli olaraq, yəni nəfs istəklərinə, hissiyatları ilə hökm verənlərdən fərqli olaraq məslərə qaynaqlanır. Kitab və sünnə, səhih sünnə. Və uləmaların görüşləri məsələdə, əlhamdülillah, göz qabağındadır. Və Şeyx Qamətin çıxışı mən inanıram ki, kifayət edicidir və qaynə edicidir. Qazaxıstanın Pressa Sünnəyə verdiyi çıxışı çox müvəffəq çıxışdır. Və Şeyxin dediklərinə dəstək olaraq, əgər kimsə şübhələnirsə onun dediyinin haqq olmasına, Şeyxin əsaslandırdığı şeyləri isnadı ilə göstərə bilərəm. Hansı kitabda gəlir, hansı hədislər, hansı rəqəmlə. Şeyxin dediyi sözləri İmam Barbaharinin sözü olsun, İmam Əhmədin sözü olsun, Şeyx orada misala gətirir. Dəstək olaraq həmin şübhə edənlərə göstərə də bilərəm hansı kitabda gəlir, harada deyilib. Və Əhl-i Sünnə vəl Cəmaatın mövqeyidir, kitablarda bu məlumdur. O ki, qaldı, yəni bəzi insanlar bizi özünə oxşadırlar və özünə Əhl-i Sünnə maskası gəndirirlər. Baxma ki, müasir termin olaraq onlara radikal müsəlmanlar deyilsə də, İslamın özü radikal deyil. Radikal olanlarsa bidatçılardır. Çünki İslam özü radikal deyil. İslam sözü mənası nə deməkdir? Salamat, təslimiyyət, sülh, islah. Aydındır. Və onlar ya xavaricilərdir, ya təkfirçilərdir, ya qaidəçilərdir, ya hizbilərdir, ya İxvan Müslimlərdir, ya Sururilərdir, ya Hizb-i Təhrirdir. Bu cəryanlar var. Nə olsun ki, namazı zahirdə bizə oxşuyur. Əqidəsi ki, tamam başqa, mənhəci ki, tamam başqa. Götürdüyü mənbər, məstər, hissiyatlar, emosiyalar. Yəni, kitab və sünnəyə əsaslanmır. Baxın, sələfin mənhəci başqasına nə fərqlənir? Sələf öz havasını Peyğəmbər sallallahu aleyhi ve sellemin gətirdiyinə tabi etmişdir. Bu sələfin mənhəcidir. İxvanların isə nədir? Mənhəci nədir? Onlar öz havalarını insanların emosiya və hissiyatlarına tabi etmişdilər və sünnə onlarda ikinci yerdədir. Deməsələr də buna, etiraf eləməsələr də bu faktdır. Aydındır. Misal ki, Allah Resulü sallallahu aleyhi ve sellem bizə zalim hakimə belə itaət eləmək, eşitmək, itaət eləmək əmr etmişdir. Bu İxvanların xoşuna gəlməyən, onların emosiyalarına münasib olmayan bir şeydir. Ancaq hədis Səhih Müslimdə gəlib. Kitab Əl-İmara. Kitab Əl-İmara Səhih Müslim. Bab vücubu taati el-umara fil məkrehi vəl manşat. Sarı qaça bilərsin, açıq hədislər gəlib. Və Əhl-i Sünnə vəl Cəmaatın sələf mövqeyi, əlhamdülillah, Əl-Quran və Səhih Sünnəyə və alimlərin, sələf mənhəncində olan alimlərin fəhmi ilə qaynaqlandığına görə Əhl-i Sünnə salamatdır. Sələf mənhəcini salamatdır, əlhamdülillah. Buyur. Bir də başqa suallar, ölkədə baş verən bəzi terror hadisələrinin mövqeyiniz necədir və onlar kimlərdir? Təbii ki, suallara, bu cürə böyük suallara dediyim kimi, Şeyx Süleyman Qamət verir və o bizə kafidir, bizim adımızdan çıxış eləmək, əlhamdülillah, və biz hamımız, yəni, Mədinə tələbələri, sələf mənhəcində olanlar, sələf mənhəcində olan Mədinə tələbələri eyni mövqeydəyik məsələdə, əlhamdülillah, və Şeyx çox gözəl cavablandırır bu sualları. O ki, qaldı terror hadisələrinə, o hadisələr İslama müxalifdir. İslamda intihar haramdır. Allah Nəbisi sallallahu aleyhi ve sellem nə deyir intihar haqqında? İntihar yəni özünü öldürmək.
Hə, özünü öldürən kəs öldürdüyü alət ilə cəhənnəmdə əzab çəkər. Öldürdüyü alət ilə cəhənnəmdə əzab çəkər. Hətta Allah Nəbisi sallallahu deyir ki, özünü hündür yerdən atarsa cəhənnəmdə hündür yerdən daim özünü atacaqdır. Xalidən muxallədən əbədə, əbədi olaraq. Hətta zəhərləyən zəhər içəcəkdir cəhənnəmdə. Xalidən muxallədən əbədə. Aydındır, həmçinin başqa şeylər. Və bu şeyin İslamla əlaqəsi yoxdur. Yəni bu İslam belə şeylə tanınmır. Nəsə yandırmaq, yəni dinc xalqa əziyyət vermək. İslam nə deyir? Bizim dəlillər göz qabağında zimmi, kafiri öldürmək haqqında İslam nə deyir? Allah Nəbi sallallahu əleyhi və səlləm onu öldürən cənnətin iyini belə duymaz. O cənnətin iyi ki filan məsafədən gəlir və bir rivayətdə 40 il məsafəsi gəlir. Aydındır, hədislərin müxtəlif vəzlər səhihdir babda. Zimmi kafirlər əmrin, hakimin izni ilə ölkəyə girməsi icazə verilən, istərsə də ölkədə yaşayanlar da bura daxildir və yaxud əksinə, ölkədə yaşayan kafirlər, müsəlmanlarda yaşayan kafirlər, əmrin vilayəti altında yaşayanların qanları, malları haramdır, toxunulmazdır. Kim bunu deyir? Allah Nəbisi sallallahu əleyhi və səlləm. Harda? Ən səhih mötəbər qaynaqlarda gələn hədislər. Və mənhəc sələfi fikir ver, o hissiyatlarıyla çıxış eləyən insanların mənhəcindən metoduna əməl başda fərqlidir. Onlar hissiyatlarla hökm verirlər və Quran və sünnəti öz hissləri ilə əhkamlar çıxardırlar. Aydın necə? Ancaq mənhəc sələfi nə deyir? Mənhəc sələfi məsələyi məsələyə qaytarır. Kitab və sünnəyə və sələfin mənhəcinə, sələfin fəhmi ilə. Bu gün Allah Nəbisi sallallahu əleyhi və səlləm Səhih Müslimdə gələn hədisdə sənə hətta sevmədiyin halda hakimə tabe olma əmr edirsə, əgər sən doğrudan sələfisənsə, sən bunu eləməlisən, qurtardı getdi. At-ta'atu fil məkrahi vəl manşat. Açıq şəkildə hədisdə gəlib. وَاِنْ ضَرَبَ ظَهْرَكَ وَأَخَذَ مَالَكَ Ravah Muslim. Muslimin hədisidir. Bir belvi vursa da, malını əlindən alsa da İsma'u və ati'u eşidin və itaat edin. Burada emosiyalarına uyğun gəlmədi, demək hava əhlisən. Nəfsi istəklərə uyan bir adamsan, sən sələfi ola bilməzsən. Sələf mənhəci budur. İxvanlardan, Surilərdən və başqalarından fərqi budur. Buyur. Bir də Şeyx mitinqlər və inqilab etmə barəsində rəhmət olsun. Əslində Şeyx Qamət o qədər kafi və şamil bir cavab vermişdir ki, Şeyxin çıxışından sonra biz əslində çıxış eləmək əyibdir. Çünki o bizim müəllimimizdir və biz ona şagirdlərik əslində bir baxanda, yəni söhbət şəxsən özümdən gedir. Və əgər madam ki məndən də soruşsa, mənim də mövqeyim Şeyxin mövqeyi kimi Əhlüsünnə vəl Cəmaətin sələfi mənhəcində bu məsələdə mitinq eləmək eşidənlər üçün bid'atdır. Dinlə heç bir əlaqəsi yoxdur. Sülh mitinqi də sülh mitinqi eləmək də bid'atdır. Mitinqin bütün növləri bid'atdır. Əgər dövlət başçısı icazə versə mitinq eləməyə, yenə də bid'at, onu eləmək bid'atdır. Bu məsələdə hətta dövlət başçısına nədir? İcazə versə belə mitinq eləmək bizdə bid'atdır, yoxdur bizdə. Mitinq bizim mənhəcimizdə yoxdur. Bu əslən qərbdən gələn bir şeydir. Şəriətlə, əhl-i-sünnətlə heç bir əlaqəsi yoxdur. Allah Subhanahu taala Musanı, Kəlimullahı, Fironun yanına böyük bir zamandan sonra göndərir və deyir ki: "Və qul lahu qawlan layyinan la'allahu yetezekkeru aw yakhsha." Ey Musa və Harun, gedin Fironun yanına. Ona yumşaq və leyyin kəlmələrlə deyin, bəlkə düşünər. Bu peyğəmbərlərin mənhəcidir, qardaş. Sənin nə nəsihətin var, nəsihət eləyəcəksən. Təklikdə bəyan yolundan istərsən, məktub yolundan istərsən, hər hansı bir fərdi bir görüş imkanı varsa. Yəni bu məsələ Şeyx Qamət o qədər gözəl toxunub ki və dəlilləri də göz qabağında, işte Quran-Kərimdən misal və buna oxşar misallar ənbiyaların bütün tarixinə baxsan belədir. Həmçinin Muhammed sallallahu əleyhi və səlləm. Yəni bu xuruc, çıxış bizim mənhəc deyil. Və deyirəm İslamda cəryanlar var. Necə ki Heydər Əliyev bunu zikr eləmişdi vaxtı ikən. Cəryanlar var və bunlar var, yəni bu qaçınılmaz faktdır. Ancaq bu deməkdir ki, bunlar İslama nisbət olunmalıdır. Bunlar hamısı İslamdır. İslam, həqiqi İslam, Muhammed sallallahu aleyhi ve sellemin gətirdiyi, dedikləri və əmr etdiyi məhz İslam odur. O ki qaldı, hər kəs İslam adına bir hoqqa çıxardacaq. Kimsə hər hansı çevirəcək, alt üst edəcək, ölkədə hərc mərcəkli çıxardacaq. Terrorlar edəcək, baskılar edəcək, dinc xalqı öldürəcək. Bunun İslamla əlaqəsi yoxdur. Bütün günahları həmin o insan qazanır. Onun günahı nədir? Birinci, o insan canidir. Cəzalandırılmalıdır. İkinci, o insan intihar eləyərsə, özünü öldürərsə, özünü öldürən intihar eləyən nədir? Cənnətə girmir, aydın məsələdir. Cəhənnəmə girir, avzu billah. Üçüncü də ki, o insan irgənc bir bidat gətirmişdi Muhammed sallallahu aleyhi ve sellemin mutahhar şəriətinə. Və Peyğəmbər sallallahu aleyhi ve sellem onun dinə bidat gətirən insanı Allahın və mələklərin və bütün insanların lənəti olsun deyə duasını etmişdir. Və bu günə təəssürat olsun ki, əlaqsız bəzi ərəb ölkələrində, Tunisdədir, Misirdədir, Libiyadadır, oradadır, buradadır. Hər hoqqabazın etdiyi İslama yozulur. Və şək yoxdur, onlar İslama yozulduğu bu şeylərə görə günaha girirlər və ağır günahdır. Və onların yolunu təkrarlayanların da günahı ona gələcəkdir və bunların da günahından heç bir şey əksilməyəcəkdir. Bu haqda da hədislər var. Mən sənnə fid-dini sünnətən seyyiətən, necə ki hədis şərifdə Əbu Kəmə qal aleyhissalatu vesselam mənası hədisin təqribən belədir ki, və kim dində bir bidat yol edərsə, bir səhv bir yol cığır açarsa,
və ona tabi olanların hansı günahı ona gələr, onların da günahından heç bir şey eksilməz. Bir də ki, bu yaxınlarda siz İslam dünyası verilişlərində görürük. Verilişin qayəsi, məqsədi nədir? Elhamdülillah və salatu və selamu ala Rasulillah və ba'd. İslam təslimiyyət, salamat, sülh, islah dinidir. Verilişin də qayəsi budur. Aydındır. Elhamdülillah. O çox tərbiyəvi və ümidvaram ki, Allah'tan bərəkətlənmiş inşallah müvəffəq bir xeyirli bir veriliş olacaq. Allah Subhanahu faydalandırsın.